Bugün Koroğlu dastanından dür atın itməyi, yəni qolun kesiləcək, Ona görə diqqətlə qulaq asaq. Dür atın itməyi qolu, bəzi məsələlər var ki, bundan əvvəl keçdiyimiz Həmzənin qıratı qaçırması qolu ilə oxşar məsələlər də var. Burada belə deyək, üst-üstə düşən adlar da var. Onlar haqqında danışacağım. Başladıq süjet xəttinə. Yenə yaz ayları gəldi. Yəni artıq burada yaz fəslindən söhbət gedəcək. Yenə yaz ayları gəldi. Burada baharın təsviri ilə bağlı cümlələr var. Həmin cümlələrlə bağlı olan məsələlər deyəcəm. Kitabda da oxuyanda işarələyərsiniz. Yenə yaz ayları gəldi. Və burada göstərilir ki, bülbül bülbülü çağırırdı. Hətta gül gülü çağırırdı, bülbül bülbülü çağırırdı. Hətta burada yazıb ki, təsvirlərdən birində yazıb ki, bülbüllər, bülbüllərin səsi, Koroğlunun səsinə səs verirdi. Bax, bu da bənzətmələrdən biridir. Bülbüllər Koroğlunun səsinə səs verirdi. Bilirsiniz ki, artıq Koroğlu da aşırdı. Ona görə yəni Koroğlu da oxuyur. Bülbüllərin səsi Koroğlunun səsinə səs verirdi. Bu da bənzətmələrdən biridir. Və burada bənzətmələrdən biri belədir ki, Çənlibelin ətrafında ot adam boyu qalxmışdı. Yəni yaz fəslində olan təsvirlərdən də biri belədir. Və bu təsvirlərdə göstərilir ki, Koroğlu bu yaz öz dür atını İlxiyə qoşmuşdu. Yadınızdasa keçər Həmzənin qıratı qaçırması qolunda dür at yadınızdasa qıratdan dür at ayağından buxov var idi. Yəni onların hərəsinin ayrı-ayrı ayağında buxov var idi. Həm də ki onlar hərəsinin ayrı-ayrı açarları var idi. Yəni dür atın buxovunun açarı ayrı idi, qır atın buxovunun açarı ayrı idi. Amma Koroğlu bu illəri, yəni bu yaz, hadisələr danışdığımız yazlar, dür atı özü buxovun açarını açmışdı və bunu hara yollamışdı? İlxiyə. Ola dür at. Yəni dür at digər atlardan fərqlənir. Qıratdan dür at təbii ki fərqlənir. Ola dür at, ola çöl, ola xam dəli ayğırlar. Ayğır nə deməkdir? Kitabda oxuyanda uşaqlar bu sözləri diqqətdən yanaşın. Ayğır erkək ata deyirlər. Dişi atlara madyan deyirlər, bunlar belə şeyləri öyrənin. Erkək ata da deyirlər ayğır. Deyir ola dür at, ola çöl, ola yəni otluq mənasında çöl, bir də ola dəli xam ayğırlar. Həmin bu dür at, həmin o ayğırlarla biri qapırdı, yəni bizə qapışırdı deyirik də, belə adi işlənəndə. Biri qapırdı, biri ilə vuruşurdu. Bir növ olmuşdu dəlisov. Yəni bir növ dəlisov olmuşdu bu dür at. Və həmin günlərin birində də yaz fəslindən söhbət gedir. Bu ayğırların hamısı ilə, yəni belə deyək də, öz sözümüzdən desək, biri ilə belə deyək, qapışırdı, biri ilə vuruşurdu və həmin o məqamda da İlxını da bir növ ləlik giryan eləmişdi. Kitab cümləsidir. Ləlik giryan sözünün orada tarihi alıb işarələyəsiniz. Ləlik giryan sözünün mənası yorğun əldən düşmüş deməkdir. Nə deməkdir? Yorğun əldən düşmüş. Deməli bizim bu dür at, bütün demək olar ayğırları ləlik giryan eləmişdi. Yəni hamısını taqətdən salmışdı. Və həmin günlərin birində dür atın yenə dəlliyi tutdu. Dür atın dəlliyi tutdu. Dür at bütün atları hamısının qabağına qatıb Çənlibeldən üzü aşağı qovladı. Get ha get getdi. Dağdan getdilər, düz getdilər, dərədən düz getdilər, təpədən düz getdilər. Gəlib bunlar çatdılar hara? Gəlib çatdılar Qaraxan Ballıcada, Ballıca yer adıdır burada. Ballıcada Qaraxanın qoruğuna gəlib çatdılar. Hara gəlib çatdılar? Ballıcada Qaraxanın qoruğuna gəlib çatdılar. İndi görək bu atlar burada qalsın. Bu Qaraxan kimdir? Bizə Qaraxanın xarakter xüsusiyyətləri verilir. Bir, Qaraxan Əzazil xan idi. Əzazil sözün mənası o demək ki, yəni zülm eləyən idi. Demək olar ki, bu Ballıcada elə bir adam qalmamışdı ki, ondan sinədağlı olmasın.
Yəni əziyyət çəkməsin. Birinci xarakter xüsusiyyəti əzazil olmağıdır. Necə olmağıdır? Əzazil olmağıdır. İkinci xarakteri Qaraxanın, o Ballıcadan olan Qaraxanın ikinci xarakteri, Qaraxan həmçinin tamahkar adam idi. Bizə nə fikir deyirlər? Tamahkar adam idi. Kimdə nəsə bir yaxşı şey görüldüsə, hamısını ələ keçirmək istəyirdi. Ya xoşluqla, ya hilə ilə, ya da zor gücünə ələ keçirmək istəyir. İstəyir ki, kimdə nəsə bir şey varsa, yaxşı şey, onu bir ələ keçirsin. Və onu ələ keçirmək istəyirdi və bundan da nə qədər adam əzab-əziyyət çəkmişdi bu Qaraxanadılar. Və özə Qaraxan deyirdi ki, mən özüm, Qaraxan deyirdi ki, mən özüm İran padşahının qohumuyam. Güyaha, yəni yalandan deyir ki, mən İran padşahının qohumuyam deyənə, heç kəs ona heç nə deməsin. Yəni hamı qorxsun ki, bu da İran padşahının adamı var da bizim dilləncə. Bunun adamı var, İran padşahının qohumudur, buna heç kəs heç nə deməsin. Bunu da qeyd apardıq, bunu da dedik və gəldi dedi ki, həmin bu dür atla ilxı, yəni sürü, at sürüsü, gəlib hara gəldi? Bunun qoruğuna, Qaraxanın qoruğuna. Və Qaraxana həmin o ərazidə olan qoruqçular, nökərlər deyək, kitab cümləsində nökərlər. Nökərlər gəlib Qaraxana deyirlər ki, qoruqçular, nökərlər gəlib Qaraxana deyirlər ki, Koroğlunun atları, sürüsü gəlib düşüb bu qoruğa. Neyniyək? Qaraxan da əmr eləyir ki, nə qədər at varsa, hamısını gətizdirin bura. Nə qədər at varsa, hamısını tutun, gətirin bura. Bunlar gedib gətirməkdə olsun. Sizə kimdən xəbər verib Koroğlu'dan? Koroğlu Ələmqulu xanla, bunu yadda saxlayın, cümlə kimi işarələyərsiniz. Koroğlu ilə Bolu bəy qolunda bizə lazımdır. Koroğlu'nun dostudur. Daha burada çox danışmayacağım, orada danışılacaq. Koroğlu Ələmqulu xanla, xanın adını yadda saxlayın. Testlərdə bəzən düşə bilər ki, Koroğlu heç bir bütün xanlarla düşmənçilik bəsləyirdi. Yadda saxlayacaqsınız ki, xeyr. Bütün xanlarla düşmənçilik bəsləmirdi. Dostu kim idi? Ələmqulu xan. Adını yadda saxlayın. Koroğlu deməli Ələmqulu xanla, Ələmqulu xanın yanından gələndən sonra heç bir səfərə getməmişdi. Yəni bu belə deyək də, Koroğluda nə qədər qol varsa, hamısı müəyyən səfərlərlə bağlıdır. Heç bir səfərə getməmişdi Koroğlu. Və ilxıçılar gəlirlər, mehdərlər. Gəlib Koroğluya deyirlər ki, ilxı itib. İlxın itdiyin, yəni at sürüsünün itdiyin soruşurlar, deyirlər belə deyək. Əvvəlcə Koroğlu heç bir əhəmiyyət vermir. Amma Koroğluya deyirlər ki, Dürat da itib deyəndə, Koroğlu dəli bir nərə çəkir. Koroğlu'nun nərəsindən dağlar, daşlar səs-səsə verdi. Yəni Koroğlu'nun nərəsi o qədər güclü olub ha. Koroğlu'nun nərəsindən dağlar, daşlar səs-səsə verdi. Bunu da kitabda oxuyarsınız. Və bu məqamda Koroğlu çox əsəbləşir. Və təbii ki, burada da bilirsiniz ki, həm nəsr var, həm də nəzm hissəsi var. Nəzm hissəsi də daha çox qoşma və gəraylardan ibarətdir. Burada bəzi misraları deyirəm uşaqlar. Həmin misraları yadda saxlayın, kitabda da oxuyarsınız. Koroğlu aldı görək nə dedi? Şeirlə deyir. Koroğlu şeirin misrasından birini deyirəm, yadda saxlayın. Orada deyir ki, Dürat tapılsın gərək. Onu işarələyərsiniz, qoşmadır. Misranı işarələyərsiniz. Nə deyir orada? Dürat tapılsın gərək. Bunu deyir. Təbii ki, bunu deyəndən sonra və dəli bir nərə çəkəndən sonra burada Dəli Mehdər bundan əvvəlki qolda da adı çəkilir uşaqlar. Həmzənin qıratı qaçırması qolu yazda düşdü. Orada da Dəli Mehdər yada düşəcək, orada da adı çəkilir. Dəli Mehdər, yəni Mehdər olur burada, Atabaxan. Dəli Mehdər və yanındakı bir neçə dəli, bir neçə ilxıçı Mehdərlə yığılışırlar, gedirlər axtarmağa, atları axtarmağa. Başlayırlar atı axtarmağa. Atlar hardadır? Atlar Qaraxanın Ballıcada, Qaraxanın qoruğundadır, Qaraxanın əlindədir. Amma Dəli Mehdər və onun yanında gedənlər haranı axtarırdı?
Çənlibelin kövşənlərini. Haran axtarırdı? Çənlibelin kövşənlərini. Kövşən sözün mənasını yadda saxlayın. Burada deyirəm, kitabda işarələyəsiniz. Kövşən taxıl zəmsidir. Yəni, taxıl əkilən yer deməkdir. Zəmi də deyirlər başqa adına. Yadda qalar, kövşən sözün əzbərini uşaqlar. Burada bəzi sözlər var ki, onları əzbərləməklə söz balansınızı artıracaqsınız. Bax, bu sözləri deyirəm, işarələyib görərsiniz. Deməli, kövşənlərini axtarırdı. Bu, nə qədər axtarsa da heç bir fayda vermədi. Kör peşman, dəli Mehdar, kör peşman, Mehdar Murtuz demədim, Mehdar Murtuz ailədir, qarışdırır bəzən uşaqlar. Mehdar Murtuz Koroğluya 7 il Mehdari eləyən adam idi ki, indi paşaların tərəfinə keçib, öz sözümüzdən desək. Amma dəli Mehdar isə Koroğlunun adamı idi, hələ də Koroğlunun adamıdır, belə deyək. Bəli, dostudur, dəlisidir, Mehdardır, belə deyək. Dəli Mehdar kör peşman geriyə qayıdır. Geriyə qayıdır, Koroğluya deyir ki, tapa bilməmişik. Koroğlunun dərdi biri idi, indi oldu 1000. Koroğlunun dərdi biri idi, indi oldu 1000. Koroğlu başlayır əsəbləşməyə. Dəlilər orada Koroğluya deyir ki, axı sənin niyə əsəbləşirsən? Axı sənin atlarını kim uğurlaya bilər? Kim apara bilər? Sənin qorxundan heç kəs sənin atlarına yaxın düşə bilməz. Narahat olma. Buna deyirlər. Amma Koroğlu soymur ki, soymur. Yəni əsəbləşib, hüslənib, Koroğlu soymur ki, soymur. Burada Nigar xanım, Həmzənin qıratı qaçırması qolunda da var. Nigar xanım gəlir, Koroğluya yaxınlaşıb, görür ki, o bizlərdə var. Koroğlu o qədər əsəbləşib ki, Koroğlu. Koroğlunu soyuda bilmirlər. Kitab cümləsində yoşutmaq deyirlər. Dəlilər və Nigar nə qədər eləyir, Koroğlunu yoxuşda bilmirlər. Yoxuşutmaq sakitləşdirmək deməkdir. Bunu yadda sağlayın. Kitabda yoxuşutmaq oxuyarsınız. Nə deməkdir bunun? Sakitləşdirmək deməkdir. Dəlilər sakitləşdirə bilmədilər. Gəldik Nigar xanıma. Nigar xanım da başlayır bunu sakitləşdirməyə. Görək Nigar xanım nə deyir? Testlərdə yazırlar ki, Nigar xanım bunu məzəmmət eləyir. Məzəmmət sözün mənasını bilirsiniz. Məzəmmət, hənə, danlaq. Bunu yadda saxlayın, sinonimlərdir. Məzəmmət, hənə, danlaq. Deməli, bunu məzəmmət eləyir. Biraz uşaqlar, danlaq elə ki, biraz bizdə çox işlənir. Danlaq biraz daha kəskin mənada işlənir. İndi məzəmmət deyək, indi danlaq da deyə bilər də sinonimidir. Nigar xanım bunu məzəmmət eləyir. Koroğlu məzəmmət eləyir. Deyirəm, nə olur? Nə olub deyir? Sən deyir, əsəbləşəndə soğuya bilmirsən. Nə olub deyir? Bir ilxidir da deyir. İlxi itərdə, ilxi tapılar da. Burada nə var ki deyir? İtərdə tapılar da. Amma görək Koroğlu nə deyir? Gəraylını yadda saxlayın. Buna baxın. Dür atın itməyi yandırır məni yandırır. Bu misranı da əzbərləyin uşaqlar. Təbii ki, orada şeirin bütün qoşma gərayları əzbərləyə bilməzsiniz. Yəni ona da vaxtınız olmaz. Amma dediyim misraları əzbərləyin. Koroğlu Nigar xanıma nə deyir? Dür atın itməyi yandırır məni yandırır. Bu cümlələri yadda saxlayın, misraları yadda saxlayın. Bunu deyir və təbii ki, Nigar xanım da bunu başa düşür. Nigar xanım deyir ki, dodaqlarını gəmirməklə, yəni dodaqlarını gəmirmək, əsəbləşmək. Dodaqlarını gəmirməklə sən neyniyə bilərsən? Tədbirin nədir? Onu denən. Yəni, nə tədbir görürsən? Onu bizə denən. Və burada təbii ki, Koroğlunu görək tədbiri necədir? Koroğlu deyir ki, baxın, tədbirinə Koroğlunun baxın. Koroğlu deyir ki, özüm deyir, qıratı minnəm, özüm gedib gətirərəm. Qıratı minib, özüm qıratı minib, özüm gətirərəm. Yəni, tədbir nədir? Tədbir olur ki, hazırlaşaq, düşmənin üzərindən gedək. Düşmən hardadsa və yaxud atlar hardadsa, itibsə, özümüz gedək. Tədbir budur ki, düşmən üzərindən və yaxud hanasa itən atı tapmaq lazımdır. Bütün dəlilər qalxır ayağa, hamısı. Dəlilərin hamısı ayağa qalxır. Hətta ləpirçilər. Ləpirçilər, yəni çünki at iti baxır, atın ləpiri ilə. Ləpirçilər də hazırlaşır ki, öndə gedək. Və bu məqamda qoruqçular gəlirlər. Keşikçilər bir oğlan götürüb gəlirlər. Koroğlu baxır ki, bu oğlan boylu buxunluqdur. Yəni bazburutlu deyirlər də, boylu buxunlu bir oğlandır.
Çiynində kəpənəyi var. Uşaqlar, kəpənək burada köhnəlmiş sözdür, məna yapıncı deməkdir. Biz Dədə Qorqudda yapıncı deyirdik. Yəni o çobanların ki, belə deyək də, belinə, kürəyinə atdıqları qoyun dərsindən, yunundan olan paltar. Görür ki, əynində kəpənək. Kəpənək dediyim nədir? Yapıncı. Əynində bunun yapıncısı var. Əlində də dəyənəyi var. Dəyənək də bildirsə nədir? Çomağı var bunun. Və soruşur ki, keşikçilərdən soruşur ki, bu oğlan kimdir? Gətirdiyiniz oğlan kimdir? Keşikçilər deyir ki, biz bilmirik kimdir. Yəni, biz bilmirik ki, kimdir. Və özü də demir ki, kiməm? Deyir ki, mən Koroğluya deyəcəm. Koroğlu bundan soruşur ki, ay bala, kimsən? Nə istəyirsən? Həmin oğlan deyir ki, salam verir. Buna salam verir Koroğlu. Koroğlu da əleyk alır. Yəni cavab verir. Əleyk almaq, cavab vermək. Koroğlu da buna salamın qaytarır, yəni cavab verir. Və deyir, nədir, nə olub? Oğlan da buna deyir ki, həmin o gələn oğlandan. Deyir ki, əvvəlcə bir mənə deyin, sizin ilxiniz itib yoxsa yox? İtib yoxsa yox? Koroğlu deyir ki, hə, itib deyir. Necə yəni? Necə? Yəni itib də necə? Oğlan deyir ki, yol gəlmişəm, yorulmuşam da. Qoy bir rahat nəfəs alım, deyəcəm. Koroğlu deyir ki, əyləş. Oğlan deyir ki, otur. Oğlan deyir ki, əyləş. Oğlan əyləşir. Yəni, oğlan oturur öz yerində. Və birinci patavalarını, uşaqlar, patava nədir? Patava, ayaqqabı dediyimiz, yəni indiki ayaqqabı, çarığın içində olan, göndən olan bir dənə əşyadır. Çarığın, ayaqqabın içliyi kimi. Onun iplərini açır, çarığın çıxardır, corabın da çıxardır. Rahatlaşandan sonra üzün Koroğluya tutub nə deyir? Koroğluya tutub deyir ki, mən Ballıcada Qaraxanın ilxıçısıyam. Yəni Mehdəriyəm də belə deyək. Qaraxanın Mehdəriyəm, ilxıçısıyam. Qaraxan 3 gündür ki, sənin atlarını tutub hamısını. Həmin atların içində dur at da oradadır. Mən də dur ata görə bildim ki, sənindir bu. Deməli, dur at digər atlardan necədir? Fərqlənən olur. Həmin bu oğlan da əsərimizin, yəni belə deyək də, bu yerində, söhbət elərimizin də ad verilmir. Bu oğlan da Qaraxanın adamı idi, yəni ilxıçısı Mehdər idi. Və bu, həmin bu şəxsdə Mehdər olaraq gəlmişdi ki, istəmirdi. Qaraxandan bayaq dedim ha başlıqda. Qaraxan Əzazil xanı idi. Elə adam yox idi ki, Qaraxandan sinədağlı olmasın. Qaraxandan sinədağlı olmasın. Ona görə həmin bu oğlan gəlir Koroğluya deyir ki, Koroğlu 3 gündür ki, sənin atlarını kim aparıb? Yəni kimin qoruğundadır? Qaraxanın qoruğundadır, Ballıcada. Mən də gəlmişəm xəbər verməyə. Koroğlu tez qalxır ayağa, belə deyək, və Dəli Həsənə deyir ki, oğlanı sənə tapşıram, gözün mən gələnə qədər onun üzərində olsun. Gözün onun üzərində olsun. Dəli Həsənə tapşırır ki, birdən yalan deyər də. Dəli Həsən deyir, baş üstə və Koroğlu bunu deyəndən sonra igidlərə deyir ki, artıq neynəmək lazımdır? Gedmək lazımdır. Çünki artıq bunların belə deyək də, düşmənləri bilindi ki, at hara gedib. Və bunlar hazırlaşırlar hara getməyə? Ballıcaya. Ballıca yer adı, məkan adıdır. Bunlar gedirlər, Ballıcaya gedirlər və gəlib çatırlar həmin o Ballıca adlanan yerə. Ballıcaya çatanda, Ballıca ərazisinə çatanda, Koroğlu bütün adamlarla o məclisə gəlmir, o yerə gəlmir. Yəni Qaraxanın yerinə gəlmir. Adamları yerbəyər eləyir, yəni öz adamları yerbəyər eləyir. Və Koroğlu özü də, və bunu yadda saxlayın, ki, Həmzənin qıratı qaçırmasında Aşıq libasında getmişdi Toqata. Burada isə Ballıcaya yadda saxlayın. Gedir ilxıçısında, libas paltarında. Altdan da Misri qılıncın keçirdi, üstdən də ilxıçı paltarın keçirdi. Gedir hara? Ballıcaya. Yəni o məkana da belə deyək, Ballıcadadır. Həmin o məkana, Qaraxanın olduğu yerə. Qaraxan görə indi bu getməkdə olsun, Qaraxanla danışaq. Qaraxan, belə deyək, Koroğlunun o nə qədər ilxısı var idisə, hamısını öz yerində
saxlamışdı. Amma bir problem var idi. Bu atlara, ilxiyə baxan heç bir adam tapa bilmirdi. Çünki bütün ilxıçılar, Mehdərlər eşitmişdi ki, ilxi kimindir? Koroğlunundur. Ona görə qorxurdular Koroğludan. Heç bir ilxıçı, Mehdər, Koroğlunun atlarına yaxın düşər bilmirdi və qorxurdu hamı. Qaraxan döyürdü, Qaraxan söyürdü. Məcbur eləyirdilərsə, neynəsə belə Qaraxan deyirdi ki, get o atlara, ilxiyə, başçılıq elə, bax, heç kəs qorxudan getmirdi. Elə Qaraxan dediyi vaxtı, ilxıçıları, Mehdərləri başına yığdığı vaxtı, Qaraxan görür ki, uzaqdan bir dənə ilxıçı gəlir. Amma ilxıçı nə ilxıçı? Boy, buxun, bazburutlu bir ilxıçıdır. Paltarı ilxıçı paltarıdır. Biraz sevinir. Ürəyində deyir ki, bu ilxıçı gəlsin, elə atları buna tapşıraram. Bu atları ona tapşıraram. Sevinir. Və yadda saxlayaq, orada gələn ilxıçını Qaraxan Rüstəm Zala bənzədir. Kimə bənzədir? Rüstəm Zala bənzədir. Görək bu Rüstəm Zal kimdir? Bir haşiyə çıxaq. Rüstəm Zal uşaqlar əslində Firdosinin, Fars şairi Firdosinin məşhur Şahnamə adlı əsərinin baş qəhrəmanıdır. Rüstəm Zal, pəhləvan olub uşaqlar. Biz Azərbaycan orta məktəb dərsliyində də, Azərbaycan dili kitabında da 40-cı fəndi bu günə saxlamışdım. Adı mətn var idi. Həmin onlardan biri Rüstəm Zaldır. Rüstəm Zal yəni pəhləvan olub, Firdosinin Şahnamə əsərinin qəhrəmanı olub. Və həmin bu Qaraxan bənzədir Koroğlunun, yəni ilxısını deyək, ilxısını kimə bənzədir? Rüstəm Zala, boy buxun. Nəhayət gəlib çatır, Koroğlu buna salam verir, Qaraxan bunun əleyhini alır, yəni salamını alır və soruşur ki, paltarından ilxıçıya oxşayırsan. Kimsən, nəçsən? Həmin bu ilxıçı, yəni Koroğlu da buna deyir ki, bəli, mən ilxıçıyam. Koroğlu deməli, özünü nə kimi təqdim edir? İlxıçı kimi. Deyir, mən ilxıçıyam, deyir. Özü də deyir, mən Koroğluyun Çənlibeldə, Koroğlunun ilxıçısı olmuşam. Çənlibeldə, Koroğlunun ilxıçısı olmuşam, deyir. Məni bir ay bundan əvvəl Koroğlu məni yanından qovdu. İlxıçı deyir, ha, yəni Koroğlu özü deyir. Qaraxan soruşur ki, səni niyə qovub? Deyir, məni ona görə qovub ki, qovmaq səbəbim deyil. Məni ona görə qovub ki, yalandan deyir, ha, ki, dəqiqləşdirsin, öyrənsin. Məni ona görə qovub ki, deyir. Mən deyir, neçə ildir deyir, Koroğluya ilxıçı olmuşam Koroğlunun yanında. Amma Koroğlu deyir, bir gün deyir, mənə deyir ki, bundan sonra ilxıçılığı at, mənə dəli ol. Yəni, igidlərimdən biri ol. Mən qəbul eləməyəndən sonra bunu əsəbləşdi, məni yanından qovdu. Məni yanından qovub. Koroğlu deyir, ha. Qaraxan deyir ki, mən deyir, sənə deyir Koroğlunun ilxısını tapşırsam, gedərsənmi? Bunu deyəndə Koroğlu o dəqiqə başa düşür ki, bunun yanına oğlan gəlmiş daha. Oğlan bunu düz deyir, yəni oğlan səhv demir. Dəli Həsən də tapşırmışdı ki, mən gələnə qədər buna göz qulaq olun. Gözünüz üstündə olsun mən gələnə qədər. Bunu tapşırmışdı, bunu demişdi. Və bildi ki, deməli, bunun atları, ilxısı kimdədir? Qaraxandadır. Özün bilməməzliyə vurur, təzədən görür nə deyir. Özün bilməməzliyə vurur. Özün bilməməzliyə vurur. Və buna deyir ki, Qaraxana, deyir ki, necə yəni Koroğlunun ilxısına? Qaraxan müştabih adam idi, özündən razı adam idi. Qaraxan burada yaxşı bir, belə deyək, özünə görə yaxşı cümlə işlədir, müştabih özündən razı şəkildə. Deyir ki, Koroğlunun 3 gündür ki, Koroğlunun ilxısı, at sürüsü ilxısı buradadır, mən gətirtmişəm. Koroğlu təzədən özün bilməməzliyə vurub, deyir ki, necə yəni gətirtmişəm? Yəni, necə yəni gətirtmişəm? Qaraxan müştabih adam idi, özündən razı adam idi. Bayaq artıq xüsusiyyətlərini demişdik. Əzazil idi, tamahkar idi, özündən razı, mənəm idi və müştabih edə bilərsiniz. Müştabih adam idi. Bax, xüsusiyyətlərini yadda saxlayın. Deyir, necə yəni?
gətirtmisən? Koroğlu bundan soruşur, necə yəni gətirtmisən? Bu deyir ki, mən gətirdərəm. Sənin nəyvə lazımdır, necə gətirmişəm, mən gətirdirərəm. Koroğlu buna təzədən bir cümlə işlədir, buna deyir ki, bəs deyir, birdən Koroğlunun xəbəri olsa necə olacaq? Koroğludan qorxmursan, deyir ki, Koroğlu da gəlsin də nə olacaq, neyniyəcək mənə? Burada yaxşı bir dənə cümlə işlədir, şeirlə deyir, nəzm hissəsi, bunu da yadda saxlayın. Burada bir misra hissəsini deyəcəm ki, kitabda oxuyanda deyin, Koroğlu artıq burada dözəlmir, buna yaxşı söz deyir. Deyir, əgər Koroğlu gəlsə deyir, sənin elini dağdar deyir. Bu misranı yadda saxlayın. Dağdar elini Qaraxan. Koroğlu gəlsə deyir, dağdar elini Qaraxan. Yəni sən Koroğludan qorxmursan, burada Qaraxan əsəbləşir. Qaraxan deyir ki, mən deyir, səndən deyir, mən səndən ilxıçı olmağı istədim. Mən demədim ki, deyirsən, deyir, Koroğlu yığ gətir mənim üstümə. Mən neyindəm deyir bunu? Bir də ki, deyir, mən İran padşahının qohumuyam. Heç kəsdən də qorxmuram, deyir. Yalandan deyir da, yəni güya. İran padşahının qohumuyam, deyir. Koroğlu gəlsin də neyniyər belə mənə? Koroğlu gəlsə, deyir, o Koroğlunun yanında bir dənə də yəni Koroğlu eləyərəm. Koroğludan deyir, elə eləyərəm ki, yanında bir dənə də Koroğlu olar. Bu müştəbih adam idi. Əslində müştəbih şübhəli deməkdir. Amma özündən müştəbih sözü yadda salır, kitabda deyilər. Yəni özündən razı idi bu adam. Koroğlu əsəbləşir, istəyir ki, əynindəki olan ilxıçı paltarını çıxartsın və desin ki, mən Koroğluyam, amma lənət şeytana deyir ki, axırın gözləmək istəyir ki, görək necə olacaq. Və Koroğlu buna nə deyir? Bu Koroğluya deyir ki, Koroğlu gəlsin də, Koroğlu kimdir ki? Amma görün nə qəşəng cümlə işlədir. Burada başqa bizə qolda lazım olacaq bu cümlələr. Deyir ki, Koroğlunun saysız, hesabsız dəlisi var. Yəni saysız, hesabsız igidi var Koroğlunun. Koroğlunun kimləri var? Burada dördünün adını çəkir. Dəmirçioğlusu var, Bəlli Əhmədi var, Eyvazı var, İsabalısı var. Bu dörd adı yadda saxlayaq, bizə bir qolda da lazımdır. Dördün adını yadda saxlayaq. Dəmirçioğlusu var, bayaq dedim, saysız, hesabsız dəlisi var. Bunu nəzm hissədə deyir. Kitabda oxuyarsınız bunu. Dəmirçioğlusu var, Eyvazı var, İsabalısı var, bir də kimi dedi? Dörd nəfərdir. Dəmirçioğlu, Eyvaz, İsabalı, bir də kimdir? Bəlli Əhməd. Dörd nəfərdir. Bu dörd nəfərin adını yadda saxlayaq. Bu dörd nəfərin adını çəkir və deyir ki, yəni Koroğlu tək deyil də, yəni Koroğlunun arxasında olan adamlar var və Qaraxan nəsə bir şübhələnmişdi. Düzdür, Koroğlu olduğunu zənn eləmirdi ki, Koroğlu olar. Amma nəsə şübhələnmişdi. Bunun yekə-yekə danışmaq xoşuna gəlmir. Qaraxan buna deyir ki, səndən ilxıçı olmaz, deyir. Yəni, sənki mənki ilə alınmaz deyir. Səndən ilxıçı olmaz deyir. Sən deyir, get. Və Qaraxan deyir, istəyir ki, Qaraxan yavaş-yavaş buradan çıxsın, uzaqlaşsın. Çünki şübhələnmişdi, amma Koroğlu olduğunu bilmirdi. Yoxsa bunu xoşuna gəlmirdi, bunun yekə-yekə danışığından. Deyir, artıq səndən ilxıçı olmaz, yer uzaqlaş. Və özü durub gedmək istəyəndə Koroğlu bir dəri nərə çəkir. Və qulaqları tutulur bunun, Qaraxanın qulaqları tutulur. Və həmin dəri nərə çəkdiyi vaxtı bütün dərilər, o yerbəyer olmuşdu. Bütün dərilər hamısı irəli yeriyir. Koroğlunun səsini eşitirlər də. Və burada böyük bir belə deyək, müharibə baş verir, döyüş baş verir. Koroğlu görür ki, Qaraxan qaçır. Misri qılıncını çəkir, elə bunun təpəsinə birini ilişdirir və cəhənnəmə vasil edir. Kitab cümləsi ilə desək, cəhənnəmə göndərir. Koroğlu Qaraxanı öldürür, cəhənnəmə vasil edir. Amma Həmzənin qıratı qaçırması qolunda. Orada Hasan Paşanı öldürə bilmir daha. Hasan Paşa hara qaçıb çıxmışdı? Qalanın bürcünə. Yəni o həmin vaxtı öldürə bilmədi orada. Nə dedi? Borculuğun sağlığını istər demişdi. Amma bu qolda isə yadda saxlayan. Qaraxanı öldürür.
Və burada döyüş aparanlar bir hissəsi döyüş apardı. Ölənlərin bir hissəsi öldü, qalanların bir hissəsi qaçdı. Yəni qalanlar qaçdılar. Gördülər ki, Qaraxan ölüb, ordu dağıldı. Qoşun dağıldı bunların qoşunu. Və Koroğlu qalib gəldi. Qiymətdə nə qədər ağır olan, amma vəzində yüngül olan, vəzin keçmişik biz ədəbiyyat nəzəriyyəsində, ölçü deməkdir. Kitabda da vəzin görürsünüz, çünki ölçüdür. Qiymətdə ağır olan, vəzində, ölçüdə yüngül olan nə varsa hamısını yığırdılar özlərinə. İlxını da yığıb geriyə qayıtdılar. Geriyə qayıtdılar. Geriyə qayıtdılar və geriyə qayıdandan sonra bir adamı Dəli Həsənə tapşırmışdı. Bu Qaraxanın ilxıçısını tapşırmışdı Dəli Həsənə ki, mən gəlinə qədər göz qulaq olun. Həmin o oğlana baxın, bir at verir, silah verir və həmin oğlanı götürür öz dəstəsinə. Dəlilərin içərisinə qatır Koroğlu həmin oğlanı. Çünki mərdlik eləmişdi. Mərdlik eləmişdi, yəni belə deyək də Koroğluya yardım eləmişdi. Ona görə Koroğlu bunu öz dəlilərin içərisinə qatır. Və keyf məclisi olur və Nigar xanım bundan soruşur ki, Ballıcaya necə getmisən? Ballıca səfəri necə olub? Koroğlu da buna Ballıcaya getdiyi düşmənin aman istədiyini deyir və düşmənin məğlub olduğunu deyir.